bir insanın mənəvi dəyəri sıfırdırsa və o hər şeyi, bu dünyanın mənasını o maddiyatda görürsə, onu heç bir mənəvi bir şey xoşbəxt eləyə bilməyəcək. Həqiqətənmi insanın həqiqi xoşbəxtliyini şərtləndirən əsas amil məhz qəlbin rahatlığıdır? Məni nə xoşbəxt eləyəcək, mən nəyin uğrunda yaşayıram? İnsanın xoşbəxtlik anlayışı onun həyata baxışından, həyatın mənasını nədə görməsindən asılıdır. Ətrafı nə qədər işıqlandırırsan, işıqlandır. İçindən o işıq olmayacaqsa, Allah Taala sənin içindəki o işığı yandırmayacaqsa, sənin o ətrafındakı işıq bir gün sönəcək. İnsanı insan eləyən onun daxilindəki məndir, ruhudur. Sonsuz olan, ali olan varlığa bağlanırsa, ay bu xoşbəxtlik hardan gəlir, harda bitir, insan düşüncəsi onu ehtiva eləyə bilmir. İman proqramının növbəti buraxılışı 11 iyun saat 19:30-da APA TV-nin efirində.